Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu. Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu xidmətindən daha rahat istifadə etmək üçün vətəndaşlar edefisservis.azərişıq.az və ya MyGov.az portalı vasitəsilə eləcə də Asan Xidmət və Asan Kommunal mərkəzlərinə müraciət edə bilərlər. Bunun üçün vətəndaş müraciət edən şəxsin və ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin əslini, abonent kodunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli qurumundan arayışı, başqa şəxs müraciət etdiyi halda qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Abonentlər xüsusi araşdırma tələb olunan hallarda 5, əks halda 1 iş günü ərzində xidmətdən yararlana bilərlər. Elektron qaydada müraciət olunduqda edefisservis.azərişıq.az və ya mygov.az web ünvanına daxil olunur. Müvafiq bölməyə klik edilir. FinKoda bağlı məlumatlar avtomatik doldurulduqdan sonra abonent kodu daxil olunur, abonent koduna bağlı ünvan seçilir və xidmət istiqaməti müəyyənləşdirilir. Ünvanda qeydiyyatda olan şəxslərin FinKod məlumatları daxil edildikdən sonra digər tələb olunan xanalar doldurulur və müraciət göndər düyməsi sıxılır.